Salam dəyərli dostlar, mən Müəllim Hazırlıq Mərkəzinin Azərbaycan dili ədəbiyyat müəllimi Elton Abışov. Müəllim Hazırlıq Mərkəzində iyun ayının 23-də keçirilən ümumi sınaq imtahanı 7-nin ədəbiyyata aid olan sualların izahını verirəm. Nəzərinizə çatdırım ki, bu sezon üçün sonuncu imtahandır. İmtahanı biraz digər imtahanlara nisbətən daha asan salmağa çalışmışıq. Qəbula daha yaxın salmağa çalışmışıq. Birinci suala nəzər yetirək. Dərs şagirdi Əhməd nağılına aid doğru fikirlərin ardıcıllığını müəyyən etmək lazımdır. Bir də deyir ki, Əhməd Firəng padşahının sonuncu sualına 3 qap su vasitəsilə cavab tapır. Bir doğru olacaqdır. Orada sonuncu sual almalarla bağlı idi. Orada da 3 qap suya almalar dökür, biri batır, biri ortada qalır, biri üzə çıxır. Bu vasitələ almaların hansının birilliyi, hansının ikili, hansının üçlü olduğunu tapır. Əhməd zindanda olarkən Pəri Sultana yuxusunu danışdığı üçün Pəri Sultan məhəbbəti ona 1-ə 1000 artır. Bu fikir yanlışdır. Əksinə, Pəri Sultan ondan yuxusunu soruşanda o yuxusunu ona danışmır. Bu da Əhmədin sözünün üzərində durduğu üçün Pəri Sultan onu daha çox sevir. Onun məhəbbəti yuxusunu danışmadığı üçün, sözün üzərində durduğu üçün, məftun olduğu üçün ona qarşı olan məhəbbəti 1-ə 10 artmış olacaqdır. 1-ə 1000 artmış olacaqdır. Ona görə burada danışdığı üçün deyir. Amma əslində danışmadığı üçün onun məhəbbəti artmışdır. Əhmədin Şah Abbasa yeganə qızı ilə kəbin kəsmə təklifini şah qəbul edir. Bu fikir doğrudur. Məcbur qalıb onu qəbul edir. Çünki qəbul etməsəydi o tapmacanın cavabını ona deməyəcəkdi. Allahverdi xan Pəri Sultanın nə Əhmədlə evlənməsinə, nə də Firəng padşahının oğlu ilə evlənməsinə müsbət yanaşırdı. Bu fikir yanlışdır. Çünki Pəri Sultanın Əhmədlə evlənməsinə müsbət yanaşırdı. Şah hətta ehtiyat edəndə deyir ki, Əhmədlə qızını evləndirmək bir hünərdir. Amma Firəng padşahının oğlu ilə evlənməsinə müsbət baxmırdı. Ona görə 4 yanlış olacaqdır. Pəri Sultan Qaravaşı Əhmədi Yusif peyğəmbərə bənzədir. 5 doğru olacaqdır. 6-ya baxaq. Həm Pəri Sultan Qaravaşı adlandırır, həm də müəllif təşkiləsində burada Əhmədi Yusif peyğəmbərə bənzətmə var. Əhməd ağıllı biri olsa da sualların cavabını tapmaq üçün öz ustasından kömək istəyir. Belə bir fikir yoxdur. Ümumiyyətlə biz 2-ni çıxdıq. Səhv olaraq 4 olan variantları çıxsaq, elə doğru cavabımız qalır. A variantı 5, 3, 1. Nümunədə bədii ifadə vasitələrinin hansına rast gəlinmir? Bədii ifadə vasitəsi istədiyi üçün bizdən metafor, deməli epitet bunlar çıxılır. Gülüm öz başına ısınmır havalar. Onu biz soyutduq öz aramızda. Arada nə düşmən, nə yabancı var. Arada olan da öz aramızda. Deməli burada arada nə düşmən, nə yabancı var. Arada olan da öz aramızda. Burada anaforadan istifadə olunubdur. Ona görə E variantını götürmürük. Gülüm öz başına sınmır havalar. Burada inversiya var və yaxud da nə təkraran təkrir var. Amma mübaliğə və kinayədən istifadə olunmadığı üçün D variantı testinin doğru cavabı olacaq 2-də. Üçüncü sualdan davam edirik. Salı Qazan evi yağmalanması və Uruzun dustaq olduğu boyun məzmununu nəzərə alıb uyğunluğu müəyyən edin. Hər ikisinə aid doğru fikirdir. Yalnız birinə aid doğru fikri müəyyənləşdirməliyik. Əfsanəvi səciyyət daşımayan əsərin sonunda düşmənin bayrağı qılınclanır. Həm Salı Qazanın evin yağmalanması, həm də Uruzun dustaq olduğu boy əfsanəvi səciyyət daşımır. Hər ikisində də boyun sonunda bayraq qılınclanır. Birincidə Salı Qazanın qardaşı Qara Günə, ikincidə isə Salı Qazanın arvadı Burla Xatun bayrağı qılınclayır. Ona görə hər ikisinə aid doğru cavabdır bu. Oğuz igidlərinə ilk köməyə çatan Qara Günə olur. Bu hər ikisinə aid doğru cavabdır. İgidlərdən söhbət gedir burada. Oğuz igidlərindən əgər Uruzun dustaq olduğu boyda Qazan bəyə ilk köməyə çatan desəydi, biz Burla Xatun götürərdik. Amma igidlərdən dediyi üçün Burla Xatun igid deyil də. O zaman hər ikisində Qazan xana köməyə çatan Qara Günə olur. Uruz əsir düşdüyü boyda anası onunla bağlı narahatlıq keçirir. Hər iki boyda Uruz əsir düşür. Hər iki boyda da anasının narahatlığını biz görürük. Ona görə hər ikisinə gedəcəkdir. İki fərqli obrazın yuxu gördüyü boyda Oğuz igidlərinin birliyinin şahidi oluruq. İki fərqli obrazın yuxu görməsi Salı Qazan evin yağmalanmasının boyundadır. Orada Qazanla
deməli Qaraca çoban yuxu görür, həm də biz sonda Oğuz yiğitlərinin birgə şəkildə düşməni məğlub etdiyinin şahidi oluruq. Birinə aid doğru cavabdır. Salur Qazan düşmən tərəfindən yaralandığı boyda Burla xatun da köməyə gəlir. Bəli, Salur Qazan düşmən tərəfindən yaralanır. Bu uzun tutaq olduğu boydadır. Bu boyda Burla xatun da ona köməyə gəlir. Deməli, birinə aid doğru cavabdır. Deməli, 1A, B, C, 2D, E, 3də C variantı testin doğru cavabıdır. Dördüncü testdən davam edirik dostlar. Mirzə Rəhbər Sabirin Neylərdin ilahi satirası ilə bağlı fikirlərdən biri doğru və yanlış olma baxımından digərlərindən fərqlənir. Həmin o variantı müəyyən edib tapmalıyıq. Qəzəl janrında yazılan əsərin bütün misralarında bədii sualdan istifadə olunub. Bütün misra fikri yanlışdır. Bütün beytlərdə olsaydı doğru olardı. Amma misraların hamısında bədii sualdan istifadə olunmayıbdır. Əsasən ilk beytdə hər iki misrada, digər beytlərdə isə sonuncu misrada bədii sualdan istifadə olunubdur. Ona görə A variantı yanlışdır. Avropa qiyafəli müsəlmanların əməlləri tərənnüm olunan şeydə bədii xitabdan istifadə olunubdur. Burada bədii xitab var, ilahiyyə xitabı olunur demək olar ki, bütün beytlərdə, amma burada tərənnümdən istifadə olunmayıbdır, çünki satirada ümumiyyətlə tərənnümdən istifadə olunmur. Əsərin mövzusu Azərbaycan ədəbiyyatı ilə məhdudlaşsa da, şair bəşəri dəyərlərin qoruyucusu kimi çıxış edir. Əsərin mövzusu Azərbaycan ədəbiyyatı ilə məhdudlaşmır. Bu fikir yanlışdır. Burada məhdudlaşsa da deyir. D-yə baxırıq. Əsərin sonunda müəllifin adı çəkilsə də özünə müraciətinə istifadə olunmayıbdır. Nə müəllifin adı çəkilir, nə də özünə müraciət var. Yəni əsərin sonunda müəllifin adı çəkilmir. Ona görə D bəndə səhvdir. Şair zalımın zülmünə, məzlumların dözməsinin səbirli olması ilə barışa bilmir. Bu fikir doğrudur. Deyir, artdıqca həyasızlıq olur, el mütəmmil, bu qədər dözən canlıları neylərdin ilahi bu formada fikir ifadə edir. Səhvimiz ikinci beytdə. Yəni həyasızlıq artır, amma ona dözənlərin sayı da artır. Buna görə şair zalımın zülmünə dözməsinə onların səbirli olması ilə barışa bilmir. Belə deyək də bir növ üsyan etmiş olur. Hamısı yanlış. E variantı doğru olduğu üçün testin doğru cavabı E bəndi olacaqdır. Çəmənzəminli Zeybək qızı əsəri ilə bağlı yanlış fikri müəyyənləşdirməliyik. Mitət Əfəndi səhər tezdə Darülfünun ingilislərin Hind əsgərləri tərəfindən tutulduğunu görür. Bu fikir doğrudur. Mitət Əfəndi hürriyyət və gözəllik kimi bu iki neməti Süleymaniyyə cəmisinin tapacağına qane olur. Bu da doğrudur. O bir şair təbiətli biri idi. Hürriyyət və gözəllik onun üçün çox önəmli idi. Bu hər ikisini də ancaq Süleymaniyyə camisində tapacağını düşünür. C-yə baxırıq. Münir bəy Babi ali məmurlarından idi və milli hərəkətə inanmırdı. Bu fikir də doğrudur. Mitət Əfəndidən biraz düşüncə baxımından əks idi onun atası Münir bəy. İngilislər körpünü açdıqları üçün nümayişçilər bəy oğluna keçə bilmirlər. Bu fikir yanlışdır. Əsasən əsərin sonuna aiddir ki, İngilislər son həmlələrini eləyirlər. Orada Bəyoğlunu asma körpünü açırlar, amma orada nümayişçilərin qarşısını ala bilmirlər. Nümayişçilər qayıqlara dolaraq deməli o tərəfə, yəni Bəyoğluna keçə bilirlər. Burada deyir keçə bilmirlər. Ona görə D bəndi yanlış olacaqdır. Anadoluya keçən kimi, deməli yanlış olduğu üçün testin doğru cavabı D bəndidir. Anadoluya keçən kimi Mitət Əfəndi könüllü yazılıb İzmir cəbhəsinə gedir. Bu fikir də doğrudur. 6-cı sualla davam edirik dostlar. Mirzə İbrahimin Azad əsəri ilə Gələcək gün əsərini L-Venn diaqramını müqayisə etsək, sual işarəsinin yerinə hansı variant yazıla bilməz? Deməli, müəllif əsərdə Cənubi Azərbaycanda baş verən insanların əməyinin istismarından bəhs olunur. Deməli, biz ortaya yazılmalıyıq. Həm Azad əsərində, həm Gələcək gün əsərində biz Cənubi Azərbaycanda insan əməyinin istismarını görürük. Ona görə A bəndi yazıla bilər. Bizə yazıla bilməz fikir lazımdır. Əsərdə ana dili məsələsinə toxunulur. Azad əsərində də, Gələcək gün əsərində də ana dili məsələsinə toxunulubdur. Ona görə B bəndini götürə bilməliyik. Hadisələr təkki əsasına yazılıb. Biri hekayə bir roman olduğu üçün təkki orada əsas olduğu üçün C bəndini götürə bilməliyik. Baş qəhrəman məzlum təbəqəni düşünən fədakar obrazdır. Həm Azad, həm də Firidun məzlum təbəqəni düşünən fədakar obrazdır. Ona görə D bəndini də götürə bilmərik.
Novruz adətlərindən bəhs olunan əsər epik növdə nəsrlə yazılıbdır. Epik növdə nəsrlə yazılma hər ikisinə aid olsa da, amma Novruz adətlərindən bəhs olunma ancaq gələcək günə aid olacaqdır. Orada Firidunun anası evləri təmizləyirdi, təmizlik işləri görürdü. Yəni əsərin əvvəlində bu haqqda məlumat verilibdir. Bu ancaq yəni gələcək günə getdiyi üçün ortaya yazıla bilməyəcəkdir. Ona görə testin doğru cavabı E bəndidir. Son olaraq, daha doğrusu davam edək 7-ci sualla. Nümunədə işlənmiş bədii təsvir ifadə vasitələrini nəzərə alıb yanlış cavabı müəyyən edin. Saçlarımın rəngindədir gödəkcəm. Yarı bozdur, yarı qara, yarı ağ. Təbiət öz saydığını sayacaq. Bir ömrün fəsilləri qarışmış, yarı yazdır, yarı payız, yarı qış. İndi biz buradan yanlış cavabı müəyyənləşdirməliyik. Baxaq, deyir, obrazlıq yaratmaq üçün misraların birində sözlərin ardıcılığı qəsdən pozulubdur. Saçlarımın rəngindədir gödəkcəm. Gödəkcəm saçlarımın rəngindədir olmalıdır. Bu misrada inversiyadan istifadə olunubdur. Yarı bozdur, yarı qara, yarı ağ. Təbiət öz saydığını sayacaq. Bir ömrün fəsilləri qarışmış. Yarı yazdı, yarı payız, yarı qış. Yəni burada ancaq birinci misrada inversiyadan istifadə olunduğu üçün saçlarımı gödəkcəm saçlarımın rəngindədir olmalıdır. Yəni xəbər mübtəda burada xəbərdən sonra keçib. Ona görə A bəndi doğrudur. B-yə baxırıq. Metafordan istifadə olunmuş nümunədə natamam qafiyəyə rast gəlinir. Saçlarımın rəngindədir gödəkcəm, yarı bozdur, yarı qara, yarı ağ. Təbiət öz saydığını sayacaq. Burada metafordan istifadə olunubdur. Metafordan istifadə olunubdur. Sonra qış qarışırmış. Burada da natamam qafiyədən istifadə olunubdur. Ona görə B variantı doğrudur. C-yə baxırıq. Bədii təyindən istifadə olunsa da bədii suala rast gəlinmir. Bədii sual yoxdur, amma bədii təyindən də istifadə olunmadığı üçün C variantı yanlışdır. Bizdən də yanlış cavabı istədiyi üçün testin doğru cavabı C bəndidir. Bədii təzad və inversiyadan istifadə olunubdur. Saçlarımın rəngindədir gödəkcəm. Yarı bozdur, yarı qara, ağ. Qara, ağ. Burada təzad var. Həmçinin inversiyadan da dedik, birinci misrada istifadə olunub. D bəndi doğrudur. Bədii təkrirdən istifadə olunan nümunədə simvoldan istifadə olunmayıbdır. Yarı-yarı burada təkrirdir. Simvoldan da istifadə demək olunmayıbdır. Ona görə E bəndi yanlışdır. Yəni bütün hallarda testin doğru cavabı C bəndi olacaqdır. Bu illərin sertifikasiya və MİQ imtahanı yeni salınmış bir əsərdir. Mir Cəlalın Vətən Yaraları əsərdir. Xatırladım ki, abituriyentlərə bir neçə ildir düşürdü, amma MİQ və sertifikasiya çərçivəsinə ilk il salınan əsərlərdir. Güman olunur ki, imtahanda da adətən ilk ildə salınan əsərlər düşdüyü üçün Vətən Yaraları əsərini də diqqətlə oxumağa çalışın, çünki o da imtahana düşə bilər. Deməli, Nəsrəddin obrazı Vətən Yaraları əsərinin məzmununu nəzərə alıb, Nəsrəddin obrazına aid olmayan fikri müəyyən etmək lazımdır. Baxaq, təkkəçi öz ağrılarından şikayətlənəndə Nəsrəddin bir ədib kimi ona cavab verir. A variantı doğrudur. Nəsrəddin orada deməli təkkəçini gənc ağacla müqayisə eləyir ki, o gənc ağacın budağına hər hansı bir zədə dəyəndə o tez sağalır, sən də tez sağalacaqsan. Nəsrəddin təkkəçidən məktəbə gedib ünvanı direktora və Ədil müəllimə verməsinə xahiş eləyir. Bu fikir yanlışdır, çünki bu Nəsrəddinə yox, Lətifə aid olan bir fikirdir. Lətif orada deyir ki, məktəbə gedərsən, Ədil müəllimdən deməli xətrini soruşarsan, sonra gələndə direktora və Ədil müəllimə mən ünvanımı verərsən ki, məktub yazarlar mənə. Nəsrəddin komandirin köməkçisi idi. Komandir onu təhlükəli yerlərə özü ilə aparırdı. C variantı doğrudur. Bunlar məktəb yoldaşı olsa da cəhbəyə gələndən sonra komandirin köməkçisi olmuşdu. Təkkəçi səhra xəstəxanasında bağlamanı açmaq istəsə, Nəsrəddin ona mane olur. Nəsrəddin yanına gedəndə təkkəçi bağlamanı açır. Nəsrəddin deyir ki, yox, üçümüz bir yerdə olanda açacaq. Ona görə D doğrudur. Nəsrəddin təkkəçi ilə birlikdə ağır yaralanmış Lətifi ziyarət edə bilmir. Düzdür, təkkəçi Nəsrəddinin o sərt həkimdən icazə alır, amma deyir, sabahların günorta 1 saatlıq icazə verirəm. Təkkəçi həmin vaxta qala bilmədiyi üçün tək gedib ziyarət edir. Ona görə Nəsrəddindən təkkəçi bir yerdə Lətifi ziyarət edə bilmir. Bu fikir də doğrudur. Fikirlərdən aid olmayan istədiyi üçün B variantı testin doğru cavabı olacaq.
Qaytar ana borcunu şeirin məzmununu nəzərə alıb uyğunluğu müəyyən etmək lazımdır. Ana, müəllif və oğul. Deməli, tez-tez yuxularında Bakıya gedir, dənizi və tramvayı müqəssir eləyir. Bu anaya aid olan fikirdir. Ona görə A 1-ə gedəcəkdir. İnstitutda qızıl medalla girsə də bunu atası görə bilmir. Bu oğula aiddir. Qızıl medallı institutda girir. Atası ölmüşdü. Həm atasının öldüyünü anası ona bildirməmişdi. Sonra anasının borcunu qaytarmağın mümkün olmadığını desə də o borcun oğlu olduğunu da dilə gətirir. Ananın borcu olduğunu qaytarmaq mümkün deyil deyir. Burada müəllif deyir, əgər o yerişi qaytarsan yeriyə bilməzsən, o gülüşü qaytarsan hırıldaya bilməzsən. Bu tipli fikirlə ifadə edir. Yəni ana borcunu qaytarmaq mümkün deyil. Bu misraların mənası budur. Sonunda deyir ki, qaytar ana borcunu, o borc sənin özünsən, özünü qaytar geri. Ona görə bu müəllifə gedəcəkdir. Davanın dərdinə dözərək ürəyində ağlayır, kədərini büruzə vermir. Anaya aid olan fikirdir. Oğlun tezliklə dönəcəyi müjdəsini anaya verir. Ana ancaq sevinç dolu günlər arzulayır. Anaya ancaq sevinç dolu günlər arzulayır. Bu fikir heç birinə aid deyil. Ümumiyyətlə oğlunun dönmə məsələsini müjdə ilə anaya verən heç kim olmur. Ona görə E bəndi heç birinə aid eləyə bilməyəcək. 1A, D, 2C, 3B. Deməli, A variantı testin doğru cavabıdır. 10-cu testdən davam edirik. Maraqlı testlərdən biridir. Demək olar ki, bu sınağın biraz daha ən çətin sualı budur. Hüseyn Cavidin İblis əsərində Ariflə İblisin dialoquna baxın. Ariflə İblisin dialoqunu nəzərə alıb yanlış cavabı müəyyən etmək lazımdır. Əsərin orijinal versiyasından düşən bir deməli sualdır. Orijinal versiya əsasən müəyyənləşdirmişik. Ariflə İblisin dialoqunu müəyyənləşdirməliyik burada. Biri yanlış olacaqdır. İblis bir zülmətdir, nuru həqiqət verə bilməz. İblis, Arif atəşi zülmət sayır. İblisin hər sözü atəş, üzü atəşdir. Burada Arif İblisi zülmət adlandırır. Birinci məclisdə Ariflə İblisin dialoqunda onu zülmət adlandırır. Deyir, zülmət olan həqiqət, nuri həqiqət, həqiqət nuru bağışlaya bilməz. İblis də deyir ki, mən zülmət deyiləm də, mən atəşəm. İblisin hər sözü atəş, üzü atəşdir. Sonra Arif də davam edir, orada ifadə edir ki, mənə atəş lazım deyil də, mənə nur lazımdır, işıq lazımdır. Yəni bu tipli olan dialoqu davam edir. A bəndi doğrudur, bunu götürə bilmərik. İblis əvvəl mələk olsa da indi bir atəşdir. Allahla bir zikr edir adı. Deməli, Arif izaha ehtiyac olmadığını deyir, qarşısındakı iblis olduğunu anlayır. Orada Ariflə İblisin ilk dialoqunda o deyir ki, mən əvvəl bir mələk idim, indi atəşəm, Allahla bir zikr olunur adım. Orada ifadə eləyir ki, bir Adəm adlı bir sayğısız mənə deyir, ləkə vurdu. Belə bir fikir ifadə eləyir. Arif düz adının iblis olduğunu demir, amma əlamətlərindən Arif onun iblis olduğunu bilir. Deyir, izaha ehtiyac yoxdur, qarşımdakının iblis olduğunu bilirəm. Ona görə B bəndi doğru olacaqdır. C-yə baxırıq. Arif, iblis bir xaindir. Ona heç vaxt inanmayacağını deyir. İblisə inanmadığın üçün gün gələcək peşman olacaq, halı pərişan olacaqsan. Bu da olan arasında keçir, onu xain adlandırır, ona inanmayacağını deyir. Amma iblis də deyir ki, bir gün sən onu peşman olacaqsan, mənə inanmadığın üçün halın pərişan olacaqdır. Arif iblisdən mərhəmət diləyir, Rənanın yerini ona deməsini istəyir. Bu ikinci məclisdə olacaqdır. Gəlir orada, iblisdən mərhəmət diləyir, amma iblis ona deyir ki, bunun üçün sənin altının olmalıdır, sonra qəlbini mənə ver, al bu silahı məni öldür, bu altınları əldə. Belə bir sonra ona rakı verir, içki verir. Bu tipli bir olan arasında bir diyaloq keçir, ona görə deyə bəndi doğrudur. Deməli, burada iblis cavab bu iş zor olduğunu, bunun üçün ovuc dolusu qızıla malik olmanın vacibliyini deyir. E-də Arif insanları yaratmaqda bir hikmət varsa iblisə ehtiyac olmadığını deyir. İblis Arif biçarə çocuq adlandırır, onun köməyinə yalnız ah və aman gələcəyini deyir. Dostlar, bu fikir İblis əsərində var, amma onların dialoqu deyil. Arif orada insanları Allaha müraciət edir, onu öz yanına aparmağını, öldürüb onu deyir, məni yanına qaldır, öz ağışını al, oradan sənin cənnətini görmək istəyirəm, artıq bu yerdə olanlara dözə bilmirəm. Belə bir fikir ifadə edir. Sonra o fikrin sonunda ifadə edir ki,
İnsanı yaratmaqda bir hikmət var idisə, iblisə nə hacət, elə bir fikir ifadə edir. Bu iblislə onun dialoqu deyil. Sonra iblis də Arifə dialoqdan Arif, biçarə çocuq, sən də mənə deyir sataşırsan, bu formada fikir ifadə edir. Amma bunların dialoqu deyil. Arif onu eşitmir. E, Dialoquna baş vermədiyi üçün sualın şərtində də Ariflə iblisin dialoqunu nəzərə alıb yanlış fikri müəyyən edin dediyi üçün testin doğru cavabı E bəndi. Bu fikir var, amma bunların arasında dialoq olaraq keçmir. Bunu əsərdə izah edəndə biz xüsusilə də qeyd etmiş oluruq ki, yəni bu hissə dialoq sayılmır. 11-ci sualla davam edirik. Uyğunsuzluğu müəyyən edin. Aldanmış Şəvakib əsərinə aid doğru cavabdır. Hekayət-i Müsirətdən əsərinə aid yanlış cavabdır. Uyğunsuzluğu istədiyi üçün Aldanmış Şəvakibə aid yanlış cavabı tapmalıyıq. Müsyo Jordana aid doğru cavablar tapmalıyıq ki, uyğunsuzluq olsun. Deyir, ulduzlardan gələn bəlanı Şaha Mirzə Sədrəddin çatdırsa da çarəni Mövlana Camaləddin deyir. Bir doğru olacaqdı dostlar. Mirzə Sədrəddin gəlir xəbər verir ki, bəs belə-belə şeylər görmüşük. Ondan sonra Şahın biraz huşu ağlından gedir. Bir saat fikirləşir. Sonra da bildiyimiz o baş bilənləri çağırır. Amma çarəni Mövlana Camaləddin deyir. Bizə yanlış lazım olduğu üçün biri götürə bilmərik. Axund Səməd və Sərdar Zaman xan Şah Abbasın dərdinə çarə tapa bilmirlər. Bu da doğrudur, olan dərdinə çarə tapa bilmir. 2. Ona görə bizə yanlış lazım olduğu üçün götürülə bilməz. Yusif Şaha bütün gerçəkləri xidmətçi başı Əzim bəy çatdırır. Bu fikir yanlışdır. Çünki Yusif Şaha Xacə Mübarək bütün gerçəklikləri çatdırır. Ona görə 3-ü doğru cavab kimi götürəcəyik. Yanlışdan doğrunu müəyyən etməliyik burada. Şərəfnisə Şahbazın Parisə getmə xəbərini bildiyi üçün ağlayırdı. Bu doğrudur. 4-ü ona görə götürəcəyik. Hatəmxan ağa övladlarını oxutmasa da təhsilə qarşı sərt mövqe bəslənmirdi. Bu da doğru olduğu üçün 5-i götürəcəyik. Qadınlar Şahbazın Parisə getməsinin qarşısını ala bilirlər. Qadınlar heç nə eləyə bilmir ümumiyyətlə burada. Qarşısına alınma, orada Parisdə bir inqilab baş verdiyi üçün orada Şahbaz gedə bilmir. Ona görə 6 yanlış olacaqdır. Əgər qadınlar onun getməsinin qarşısını ala bilirlər fikri doğru olsaydı, deməli o zaman biz də bu cadun əsərinə, cadun baş verməsinə inanmalıyıq. Ona görə bu fikir yanlış olacaq. Əgər bu fikir qadınlar Şahbazın Parisə getməsinin qarşısını ala bilirlər, dırnaq işarəsində olsaydı, biz məcazi mənada onu doğru götürə bilərdik. Amma hal-hazırki vəziyyətdə doğru deyil. Deməli 3, 4, 5 C variantı 11-də testin doğru cavabıdır. 12-ci testdən davam edirik. Cəfər Cabbarlının ana əsəri ilə bağlı doğru fikri müəyyənləşdirməliyik. Lirik qəhrəman əsər boyu qorxularını dilə gətirsə də yenə də başı əymir. Bu fikir yanlışdır. Orada həm əsər boyu qorxmadığını ifadə edir, həm də ananın qarşısına baş əyir o. Şeirdə ananın gecə-gündüz övladı üçün əziyyət çəkməsi də payət edilir. Ümumiyyətlə burada ananın əziyyət çəkməsi məsələsi qabardılmayıb, oğlunun anaya olan məhəbbəti ifadə olunub. Buna görə B bəndi səhvdir. Lirik qəhrəman ana əli ilə bəla dənizinə yuvarlama, özü üçün istirahət hesab edir. C variantı doğrudur. Deyirsəm, ana əlindən biz bəla bəhrinə yuvarlansam da elə bilərəm ki, istirahətdəyəm. Şeirdə fədakar anaların laylasının, ümumiyyətlə fədakar analardan söhbət getmir burada. Ona görə D variantı yanlış olacaqdır, götürə bilmərik. Ana qəlbinin dərd əlindən sızlanması və övladın anaya qarşı sonsuz sevgisi əsərdə öz ifadəsini tapıbdır. Övladın anaya qarşı sonsuz sevgisi var, amma ana qəlbinin dərd əlindən sızlanması fikri olmadığı üçün 12-də E variantında biz doğru cavab kimi götürə bilmərik. 13-cü testə baxırıq. Verilən xüsusiyyətlərin ən çox uyğun gələn variantı müəyyənləşdirməliyik dostlar. Baxaq, əsərdə ana dili məsələsinə toxunulubdur. Gələcək gündə bu fikir doğrudur. Şimali və Cənublu Azərbaycan birliyinin inam da öz əksini tapıbdır. Şimali Cənublu Azərbaycan birliyi məsələsi yoxdur. Orada Cənubi Azərbaycanda baş verən o özbaşınalıq, bu tipli məsələlər vardı və yaxud da baş verən hadisələrin səbəbini cahillikdə görmək vardı, amma Şimali-Cənubi Azərbaycan birliyi məsələsi o özünü göstərməyib. Xudafərin körpəsi yoxdur, poema janrında yazılmayıbdır. Bəxtiyar Vahabzadənin Şəhidlər əsəri ana dili məsələsinə toxunulub fikri yanlışdır. Şimali-Cənubi Azərbaycan birliyi məsələsi Xudafərin körpəsi yoxdur. Poema janrında yazılması məsələsi doğrudur, amma burada
İki hissəli olması fikir olaraq yanlış olacaqdır. İki hissəli olması İstiqlal poemasına aid olan bir fikirdir. Heydər Babaya Salam əsəri ana dil məsələsini toxunub səhvdir. Şimali-Cənubi Azərbaycan birliyi məsələsi. Deməli, burada fikir olaraq doğru ola bilər. Xudafərin körpüsü yoxdur. Poema janrında yazılan əsər iki hissəlidir. Bu fikir doğrudur. İlyas Əfəndiyev Xurşudbanu Natəvan əsəri ana dili məsələsi var, şimal-cənublu məsələ var, Xudafərin körpüsü yoxdur, poema janrında yazılıb, səhvdir, iki fikir doğru oldu. Ana dili məsələsinə toxunub istiqlal doğrudur, şimal-cənublu Azərbaycan birliyi məsələsi var, Xudafərin körpüsü bölünən bir xalqın göz dağıdır, doğrudur, poema janrında yazılıb, iki hissəlidir, bu fikir də doğrudur. İstiqlal poemasında fikirlərin hamısı doğru olduğu üçün testin doğru cavabı E bəndidir. Aşıq Ələsgərov bədbin ruhda yazılmış, yəni ikinci dağlar qoşması haqqında yanlış fikri müəyyənləşdirin. Müəllif dağ adları çəkilən şeirdə şairin özünü məzəmmət etməsini də görürük. A variantı doğrudur. Ölsün Ələsgər tək deməli qulların dağlar deyir. Həmçinin orada Qoşqar, Kəpəz, Murov, Həsən Nana, Həsən Baba kimi dağ adlarının da adı çəkilir. Ona görə A variantını doğru götürə bilmərik. Bizə yanlış lazımdır. Yurdunu dağları pərişan görən və bu görüşdən sarsılan aşığın kədərli ovqat öz əksini tapırdı. B bəndə doğrudur. Təbiət vurğunu olan aşıq dağların insanla vəhdətdə götürür. C bəndə doğrudur. Dağlar bəzən dumanı və çizgini əsk etmir, gəlib gedən peşman eləyir. Bu ikinci dağlara aid deyil, birinci dağlarda payız fəslini ifadə edəndə orada göstərəcək gəhdən çizgin döyər, gəh duman elə, gəh gəlib gedəni peşman elə, belə bir fikir ifadə eləyir. Ona görə D variantı yanlış olacaqdır. Yanlış olduğu üçün D bəndi bizim testin doğru cavabıdır. E bəndi deyir, qoşmada ahəngdarlığın güclü olmasının ən başlı səbəblər onun saz havasına uyğun yazılmasıdır. Burada orta məktəb kitablarında ifadə olunan əsas fikirlərdən biridir. E bəndə doğru olacaqdır. Ona görə testin doğru cavabı ola bilməz. Yəni bütün hallarda testin doğru cavabı D bəndidir. Sultan Səncər və Qari əsərinin məzmununa səsləşməyən variantı müəyyənləşdirməliyik. Dostlar, sualın izahını keçməmişdən əvvəl ifadə edeyim ki, bu kimi sınaqlar, testlər Elton Abuşovun YouTube kanalında da öz əksini tapır. Həmin YouTube kanalına abunə olun, bildirişləri açın ki, deməli, tez-tez videolardan, yeni videolardan siz də xəbərdar olun. Deməli, Sultan Səncər və Qari əsərinin məzmununa səsləşməyən variantı müəyyənləşdirək. İdarə etmək çox çətindir. Əgər bunu təmiz vicdanla edirsən, A variantı doğrudur. Orada Qari nəsihətlərində də ifadə edir ki, yəni dövləti düzgün idarə etmək lazımdır. Vicdanını təmiz saxlamalısan, o biri dünyanı düşünməsən, bu tipli fikirlər ifadə edir. Başa düşmək istəməyən insanı başa salmaq, qayanı qaşımaq qədər mənasızdır. Bu da Sultan Səncər və Qarın dialoquna aid eləyə bilərik biz bunu. İçkinin başlanğıcı günah, ortası sərxoşluq, sonu isə fəlakətdir. Biz bunu aid eləyə bilərik darğıya, oradakı darğıya. Deyəbəndə yaxşıya da pisə də bir pərdə çəkilmişdi. Özgəyə ayıb tutmaq özü də ayıb işdir. Burada Qarı Sultan Səncəri onun darğasına ayıb tutur. Burada özgəyə ayıb tutma özü də ayıb işdir. Əsərin məzmununa uymur. Çünki Qarı burada müsbət obrazdır. Haqlı olaraq ayıb tuturdu, kimisi qınayırdı. Ona görə D variantı testin doğru cavabı olacaq. Dünyanın işini yaxşı düşünsən, nə əksən, onu da biçərsən. Orada Qarın məsləhətlərində biz fikir olaraq bunu görə bilərik. Ona görə E variantı testin doğru olacaqdır. Bütün hallarda testin doğru cavabı D bəndi olacaq. Dostlar, bu MHM Tədris Mərkəzinin 23 iyunda keçirdiyi ümumi sınaq 7, yəni sonuncu sınağın ədəbiyyata aid olan hissəsinin izahı idi. Növbəti izahlarda görüşərik. Özünüzə yaxşı baxın. Hər birinizə imtahanda uğurlar arzulayıram. Salamat qalın.